Marş burada. Əsasən siyasi gündəm gərgin olanda tez-tez işlədilən apolitik sözünün mənası nədir? Kimlərə belə deyilir? Siyasətlə maraqlanmayan və ya məşğul olmayan, siyasi baxışlardan, hadisələrdən xəbərsiz və ya biganə olan, bütün siyasi mənsubiyyətlərə qarşı antipatiya, yəni ikrah və ya bəyənməmə hiss edən şəxslərə apolitik deyilir. Apolitik əsasən siyasi cəhətdən neytral, münasibətsiz kimi tərif edilir. Adətən belə şəxslərdən siyasi gündəmlə bağlı fikrini soruşanda, mən siyasətə qarışmıram, yuxarıdakılar ən doğrusunu bilir deyirlər. Türkiyədəki son etirazlar zamanı bir çox məşhur bloger və influencer gündəmlə bağlı paylaşım etdikdən sonra xeyli izləyici itirdiyini deyir. Bir qismi isə apolitik davranıb və bunu gəlir itirməməklə əsaslandırır. Apolitiklərin tənqidçilərinə görə, mən siyasətlə maraqlanmıram, deyə bilməzsiniz. Çünki siyasət çörəyinizdən tutmuş təhsilinizə, nəfəsinizdən gələcəyinizə qədər hər şeyə qarışır. Niye? Niye Hakkıtalı mənə dil verib, ağzımı açım, deyim verib. Yoksa bu dünyada, bu dövlətdə düşünən insanlara yeri yoxdur, değil mi? Qaçaq gedək ha. Mən neytralam deyənlərin çoxu əslində öz rahatlığını pozmamaq üçün tərəf tutmamaqda, zalimin tərəfində olmaqda ittiham olunurlar. Azərbaycanda isə mən siyasətə qarışmıram ifadəsi illərlə işlənir və artıq deyimə çevrilib. Bəzi vətəndaşlar bu deyimi mətbuata müsahibə verəndə özünü təhlükəyə ata biləcək vəziyyətdən qaçmaq üçün istifadə edir. Hüquq müdafiəçiləri və fəallar bu ifadəni işlədənləri daima qınayır və ölkədə baş verən insan hüququ pozuntularına, korrupsiya hallarına, təzyiqlərə və repressiyalara qarşı susmağın doğru olmadığını bildirirlər. Bəs siz necə? Siyasətə qarışırsınızmı?